İlk dəfə Sumqayıtda şəhid ailələri və qazilər üçün və əlillər üçün təmənnasız olaraq avtoyuma xidmətindən istifadə olunacaq. Azərbaycanın gözəl şəhərlərindən biri olan Sumqayıtda şəhid ailələri və qazilər üçün xüsusi bir layihə həyata keçirildi. Bu layihənin bir hissəsi olaraq Dərələyəz adında müasir avtoyuma məntəqəsi fəaliyyətə başladı. Məkan şəhərin İnşaatçılar küçəsində yerləşir və təmizlik departamenti ilə üzbəüz mövqedədir. Bu unikal təşəbbüs xeyriyyəçi iş adamı Babək Qasımov tərəfindən həyata keçirildi və bu addım cəmiyyətin həssas qatqılarını təşkil edən insanları məmnun etdi. Bu avtoyuma məntəqəsi şəhid ailələri və qazilər üçün ödənişsiz xidmətlər təqdim edərək onların gündəlik həyatını asanlaşdırmağı hədəfləyir. Məkanın müasir və rahat dizaynı, həmçinin peşəkar işçi heyəti xidmət göstərir. Yəni mən də şadam ki, bizi düzdür, başqa qazilərə də, başqa şəhid ailələrinə də dəstək göstərib. O cümlədən biri də mənə də dəstək göstərdiyinə görə məni hörmət edib bura çağırdığına görə təşəkkür edirəm. Bu avtoyumanın ən özəl xüsusiyyətlərindən Sumqayıt şəhərində biri odur ki, burada ən azından o da öz balaca bir kiçik müəssisə də olsa belə ən azından bu Qarabağ qazilərin, şəhid ailələrinin yaddan çıxartmayıb, onlara pulsuz xidmət göstərəcək inşallah. Yenilikdir. Həqiqətən Babək müəllimə təşəkkür edirik ki, belə bir xidmətin açılmasında Sumqayıt sakinləri üçün açıbdır. İlk dəfə Sumqayıtda şəhid ailələri və qazilər üçün və əlillər üçün təmənnasız olaraq avtoyuma xidmətindən istifadə olunacaq və Babək müəllim də həqiqətən bu yüksək göstəricidir ki, Sumqayıtda ilk dəfə belə bir xidmətin açılmasıdır. Avtoyuma məntəqəsi hər cür şəraitlə təchiz olunubdur. Avtoyuma məntəqəsi hər bir Sumqayıt sakinlərinə də rica eləyərdik və inşallah bu xidmətdən istifadə eləsinlər. Yüksək səviyyədə xidmət olacaq. Ərazi olaraq da hər iki istiqamətdə gələ bilərlər. Əşya bazar istiqamətindən və Lukoylun yanından giriş hissəsi var. Bakı istiqamətindən də gələ bilərlər. Yəni bu xidmətin açılmağı bir yenilikdir Sumqayıtda. Bu cür təşəbbüslərin artması cəmiyyətin sosial məsuliyyət hissini gücləndirir və ehtiyac sahibi olan insanların həyatlarını daha da asanlaşdırır. Babək Qasımovun bu addımı digər iş adamları üçün də ilham mənbəyi ola bilər. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.